Yahya İncilində yazır ki, kardeşini sevmeyen Allah'tan değil, yani günah edir. Bir ki kardeşine nifrət eden, bir sevmiyor. Bizim için ağ var ve qara var. Yani sevirsən ya da nifrət edirsən. Ama bir şey de var, bunun ortası. Sen sevmirsən sadece. Biz dünyada öyle insanlar var ki, biz onları tanımırıq, yanından keçirik. Bizim için açıqda insanlar var. Mesela bu cəmiyyətdə də bu cürdürsən. Biz çok hansı bir kardeşimiz bazımızdan problem yaşayır. Sonra deyir ki, onu bağışlayıram, ama benden uzaq olsun. Onu sevmiyorum. Yani başka bir şey gəlsə, ona nifrət edirəm də, mənim için orada kim yoxdur. Başka nəsə gəlsə deyib kömək edirəm, yardım edərəm, ama onu sevmirəm. Hələ deyirsən günahkarsın. Bilirsiniz, sevgi bizim için adeta müsbət bir şeydir. Aslında sevginin mənfi tərəfləri var. Eğer sevginin obyekti değişirse, sevgi öz-özlüğünde günahı sevilir. Eğer sen Tanrı'nı sevirsənsə, sen insanları sevirsənsə, bu müsbət bir şey. Ama sen dünyanı sevirsənsə, sen günahkarsın. Eyni hisdir, ama günahı sevilir. Dünya söhbət bu dünyada insanlardan getmir. Bu dünyanın ehtirasları, bu dünyanın günahları, bu dünyanın həyatı. Və bak, ikinci bir ayət deyir ki, yaxşılıq etməyən günah edir. Demir ki, pislik edən günah edir, yaxşılıq etməyən. Yaqub öz məktubunda yazır ki, bir kəs yaxşı iş görməli olduğunu bilib bunu etmirsə, bu günahkardır. Sən bilirsən ki, sənin bacın, qardaşın sənə ihtiyacı var və sən ona yardım edə bilərsən və sən bunu etmirsənsə, bilirsən günahkarsın. Və bütün bu şeylərdən nə gördük? Yeryüzündə təmiz insan yox, hər birimiz günahkardır.